İstixanadan 50 min manatlıq oğurluq eləyib evakuatordan aparan şəxslər saxlanılıblar. Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Zərər çəkən polisə müraciət edərək Maşlağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 min manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə uğurlandığını bildirib. Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq uğurladığı avadanlıqları onlara məxsus olduğunu bildirib, satmaq məqsədi ilə daşınmasını təşkil ediblər. Tural Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul uğurladığı da məlum olub. Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdə naqil və əlvan metalların uğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları uğurladığı müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.